İlham Əliyev Putinlə görüşdü. Hakimiyyət mediası bunu elə təqdim edir ki, güya Putin Əliyevdən üzr istəyibdi. Saxta, yalancı xəbərləri təqdim edirlər. Üstəlik xalqa yalan danışırlar ki, güya Putin İlham Əliyevdən üzr istəyibdi. Təyyarə qəzasına görə. Əliyevlə Putin görüşü zamanı Putin belə deyib. Kəlməsinə kimi deyirəm. İlham Əliyev, biz yanvarda sizinlə danışdıq. Mən hadisənin Rusiya ərazisində baş verdiyinə görə təəssüfləndim, üzrxahlığımı bildirdim sizə. Və bu üzr istəmək deyil. Putin media önündə qeyd etməliydi ki, təyyarə Rusiya Hərbi Hava Qüvvələri tərəfindən səhvən də olsa vurulub. Buna görə sizdən və Azərbaycan xalqından üzr istəyirəm. Üzr belə olmalıdır. Putin təəssüfləndiyini bildiribdi. Hakimiyyət mediası da bunu üzr kimi təqdim edir. Bu sözləri onsuz da yanvar ayında demişti Putin. Putin bu sözləri deyəndən sonra İlham Əliyev iyul ayında Şuşada forumda demişti ki, Rusiya bizdən və Azərbaycan xalqından üzr istəməyib. Hələ orada demişti ki, biz beynəlxalq məhkəməyə verəcəyik. Bəs nə oldu İlham Əliyev? Yenə üzr istəmədi. Yanvarda dediğini təzdən dedi. Bundan başqa biz məlumat əldə etmişik ki, Putin Əliyev media qarşısına çıxmadan öncə Putin İlham Əliyevə qəzəblənib və ona vaxt qoyub ki, mən sənə Qarabağı verdim, sən də mənə Zəngəzuru qaytar. İlin sonuna kimi vaxtım var. Buna görə İlham Əliyev görüş vaxtı çox gərgin idi. İlham Əliyev gülmürdü. Şablon söhbətləri edirdi. Heç bir etiraz bildirmədi. Heç bir tələb irəli sürmədi. Putin yeni heç bir şey demədi. Putin dedi ki, təyyarə qəzasına görə kompensasiya veriləcək. Bunu yanvarda da demişdi. Amma bu günə qədər kompensasiya verilmədi. İndi də Əliyevi Putin yola verdi. Üstəlik pərdə arxasında qəzəblənib yanvar ayına qədər, bu ilin sonuna qədər vaxt qoydu. Azərbaycandakı daxili ictimaiyyətə hesablanmış çıxış etdilər ki, güya Əliyev qəhrəmandır, Rusiyadan nəsə tələb edir, belə bir obraz yaratdılar. Əliyev belə qəhrəman idisə, Makronu söyəndə, Fransa ilə dalaşanda, Azərbaycanda bir Fransa məktəbi var idi. Onu da bağladılar. Gördünüzmü nə tərcih etdi Makronun? Yaltaqlandı, üzünə güldü, nətər, tülkü kimi quyruğunu buladı Makronun qabağında. Əgər sən belə Rusa sözünü deyən prezident idinsə, ay İlham Əliyev, Rusiya ilə dalaşanda Azərbaycanda tam yox, bircə dənə Rus məktəbini bağladardın. Niyə görə Fransa ilə dalaşan kimi? Bircə dənə Fransız məktəbi var idi, o məktəbi də bağlatdırdın. Amma Rusiya ilə dalaşanda yüzlərlə Rus məktəbinin bir dənəsini belə bağlaya bilmədin.